Milli komandayla Karası Berti Fox 2010'da mı, 2011'de mi, 9'da mı, 8'de mi ya o kadar elə gedib ki 6 yıl oldu da 2014'te gitti. Hansı ildi yanımda diyor Karası Avstriyada zbordayıq. Orada bir 2 həftəlik ya 20 günlük zbora gedib opşu komanda. Nəsə apardılar bizi bir moment şeyə. Bir də apardılar nə bilim o Pivnoya zada onu bilmirəm danışmışam yoxsa yoxdur maçdılar bizə. Putsi ilə dedilər ağır məşq olacaq. Aysa o heç. O birisi alsa oyundan sonra dediler yenilən nəsə interesli belə şey var. Gedirik harasa məşqə, avtobusa mindilər apardılar. Rafting. Çıxdıq şeyə, nəsə korotça rafting. Komanda bölüblər. 8 nəfərik, bir dənə elə bil arkada getdi, hansı ki təlimatları verəcək. Deyir ki, belə gedərsiniz, belə sürərsiniz. Başa sallar ki, sağ deyəndə ancaq sağdakı 4 nəfər sağ vursun. Gördük sol tərəfdəki, məsələn, qayalığa giririk, sol deyəndə left, Balansı ancaq soldakı ilə qorusun. Dili kim başa düşür? Belə deyən kimi sırazı mən əlimi qaldırdım ki, mən də, yəni ki, İngilis dildə öyle problem yoxdur. Nəsə qabaqda dedim, mən oturaram, okey, nəsə şpirin işini elə, nəsə verdim özüm qabağa. O tərəfdən qayıtdı ki, bu birisi kim bilir, ikinci kim bilir, şey elədik. Oradan bilmirəm, kimsə uşaqlardan idi, bastıq sağ tərəfə. Dedi, ya sağ olsa sənin deyərsən, bu tərəf olsa mən. Nəyəsə dağın başından o sıldırımlardan bildiğin yekə lotkadır. 9 nəfər lotkada. Hamımız da giyinmişik, buranı jilet, zad o vadalaz paltarlarımız adına batmamaqdan ötürü şeyler. Hansı ay idi? Avstriyada zborda hardasa Yay olurdu. iyul, avqust babaları. Çayında yay yaydı, fərqi yaydı. yoxdur. Yox, buz kimi olur dağ çayları yayda da. Demirəm, fərqi nədir? Deyirəm, geyinmiş o buranı jiletdə sən buz kimi tullansan da o səni keçirtmir o. Bədənin bir axlacdan olmur o şeydən. Bildin akvanatlar geyinirik. Belə boğaza qədər. Bilirəm, Düşdü ağza aşağı bıraktılar nəsə bizi. Aa bum giririk suyun üstünə su fış ağzımızda da özü bağlanmışıq ora. Yaxşı, nə təhlükəsi var? Həyati təhlükəsi. Həyati təhlükəsi yox. Başında kaska da var, daşa da dəyə bilərsən, heç nə olmayacaq. Dünyanı batmayacaqsan da, heç nə olası deyil. Sadəcə olaraq o qədər belə iti axır ki, gedirsən buradan daşın üstünə qalxırsan belə bum az qala belə eləyirsən, tutasan özünü. Bilmirsən bestodan tutasan, bilmirsən özünü yapışdırasan şey ki, yıxılmayasan. Əsas təhlükəsi bilsən nədir? Adrenalindir da başa düşürsən. Orqanizmdə bir dənə damar var, sıxılır, bağlanır, sıxılır, açılır. Yəni o perigruza düşər. Həmin belə qorxudan elə belə yumulur, bağlanır. Hələ də getmişəm də rafting. Neyse, alıb getdik nəsə belə başlayır dalından demək məsələn left deyən ki məsələn biz buradan belə vururuq. Gördüm mən nəsə şey deyil, o deyil. Elə nə dediyini eləyirik, kutu kimi gedirik. O birislərə baxırıq, bom biri qalxdı yuxarı tərəfə. Durdu təzən papanzanı belə. Orada ölən zat var. Aldakı ilə bir 3 dənə lotkadayıq, bildin nə sən? 8-24 nəfərik. Neyse görürüm o bursa damdım belə dedi ya bizimkiler her şey normal qaydada riayət edirik. Tabi nə oldu elə heç nə təhlükə zad yoxdur. Nə adrenalin yaşayın. Daldaçılara qayıtdım ki, Mahir zat bizim qrupda da Allah verdi ya Mahir mənim tərəfdədir. Dedim Dəli. Hep belə deyən kimi qayıtdım belədim bax. Nə desə tərsini eləyəcəm buradan. Nəsə tərsini eləyəcəm o tərəfdən qayıtdım. İndi gedirik beləsə sağ tərəfə giririk bildim nətər. Right. Ki sağdakılar tez belə vursunlar burnu dönsün girmiyor ora. Right belə deyən kimi mən bu tərəfdən deyirəm getdik. Biz elə bir daidiyimiz yerə daha da möhkəmləririk. Burnu belə də bam qalxdıq şular belə. Bir dönəm belə mesela dağlaşına bak. Spirin asıyla left. Neyse beni diyeceğim ben diye başka şey değil. Sola değil bu taraftan beri var. Sağ. Bam. Bir baktı gördü ki o dağdaşı git. Alem birbirine katmışam da bildin atar ortadan katan bile benim. Kaska başımda. Mesela left dedi. Ben bir tane de right diyen için bunlar tezden burnu qayatarım. Titanic'i batıran gibi. Sağa vurdum beyin ölçümü. Bir de gördüm daldan kellemin ortasına mesela belirledi bak. Böyle koyan kimi Veslon'u. O belirleyen şeyi. Tepeme değen kimi Veslon'u şey düştü suya. Ben daldan tahtayla bastım. İşte arkadaş bir yapalım. Bam böyle koyan şey. Ne yaparsam ne? Aşırıda da. Ben de bir de. Sorry. Neyse bunun şeyi yoktu ki. Koydu başımda kırıldı. Oradan rolü yoktu da. Rolü yoktu daldan Regulovka ile bilmir. 8-ci orada 2000 onun əlindən təzdən vermiş. 3 səmzan dalını Regulovka ilə cənabı bırak. Nasıl geldi dedi ben Mr. Sorry. Koça demərsən da ki bəs belə dedi no problem. Elə də gəldi ki axıdaca tullanırıq da sudan. Tullandıq qarıcı. Bildiğin alemi qattım bir-birinə də.
Rod, mən sənə bir dənə söz deyim, sən Harrisburgdan nə Nəsə onu çıxardırdıq. Sən öyle olur da o yadda qalan şeylər odur da.